Şamaxı Azərbaycanın ən qədim mədəniyyət və memarlıq mərkəzlərindən biridir. Qədim Albaniya dövlətinin mühüm yaşayış məskənlərindən sayılan şəhər əsrlər boyu məbədləri, türbələri, qalaları və müdafiə divarları ilə seçilib. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtı olması da onun tarixi əhəmiyyətini göstərir. Şirvan Memarlıq Məktəbinin nadir nümunələrindən olan Diri Baba türbəsi Qafqazın ən maraqlı abidələrindən hesab olunur. Türbənin bir hissəsi təbii qaya oyğunun içində yerləşir ki, bu da ona fərqli memarlıq görünüşü verir. Ətrafdakı mağaralar, qədim qəbirstanlıq və təbii landşaft bütöv tarixi mühit formalaşdırır. Kitabəyə əsasən, abidə 1402-ci ildə Şirvanşah İbrahimin əmri ilə tikilib. Divarlarda Ustad bin Hacı yazısı da qorunub saxlanılıb. Burada naməlum sufi şeyxinin məzarının olduğu bildirilir və türbə bugün də müqəddəs ziyarətgah kimi qəbul olunur. Şamaxı Şirvan Memarlıq Məktəbinin ən parlaq mərkəzlərindən biri kimi formalaşıb. Burada Cümə məscidindən tutmuş qədim türbələrə qədər çox əsrlik memarlıq nümunələri də bugün də şəhərin tarixini daşıyır. Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub və Cənubi Qafqazın ən qədim müsəlman məbədlərindən sayılır. 1859-cu ildə baş verən güclü zəlzələ şəhərlə birlikdə məscidə də ciddi ziyan vurub. 1902-ci ildəki növbəti zəlzələ zamanı da abidə yenidən zərər görüb və məscidin əvvəlki özülü üzərində yenidən qurulmasına qərar verilib. Qafqazın ikinci məscidi olan Şamaxı şəhər Cümə məscidi Xəlifə Əbu Müslümin qardaşı Əbu Valid İranı, Azərbaycanı, Dağıstanı istilası devrində xəlifənin qardaşı Əbu Validin şərəfinə tikdirdiyi bir məsciddir. Bu məscid 4 dənə böyük zəlzələnin şahididir. 1667-ci ildə birinci zəlzələ Şamaxının o vaxtki memarı Qasım bəyin rəhbərliyi altında məscidin zərər görmüş hissələri bərpa olunubdur. Sonra 1856-cı il, sonra 1859-cu il və deyim ki, 1859-cu ilə qədər Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı idi. 1859-cu il zəlzələsi ki oldu. 1859-cu il zəlzələsində artıq paytaxt Şamaxıdan Bakıya köçdü. Bura bir sivilizasiya mərkəzi olurdu. Bura elm, texnika, mədəniyyət ən yüksək səviyyədə olurdu burada. Şamaxı bura sadəcə bir məscid olmayıbdı. Bura bütövlükdə bir kompleks olubdu. Sovet dövründə istifadəsiz qalan məscid dağılmaq təhlükəsi ilə üzləşsə də 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təmir olunub. Daha sonra 2010-2013-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı şəkildə bərpa edilib. O 5 illik ki bərpa devri oldu. Burada heç bir müasir texnikadan Cənab Prezidentin sərəncamı ilə bir insan da istifadə olunmadı. Hər rəssam adi fırça ilə bu daşların üstündə bərpa işlərini gördü. Burada heç bir o müasir texnikadan istifadə olmadı ki, qədimliyin qorusunu saxlasın. Və bu gördüyünüz üslub da sözsüz ki, bizim yerli qədim üslubdur, Şirvan üslubudur, Abşeron Şirvan memarlıq üslubudur və burada da bu işlər İnşallah Allahın köməkliyi ilə tamamlanıbdır və gedir. Və bu günlərdə qorunub saxlanır. Kəlləxana türbələri hicri təqvimi ilə 1074-cü ildə memar Əmir Əlioğlu Əbdüləzim tərəfindən inşa edilib. Kompleksə daxil olan 9 türbədən 8-i bugünə qədər qorunub saxlanılıb. 8 güşəli görünüşə malik türbələr daşdan tikilib və piramidal dam örtüyü ilə tamamlanıb.
Sadə memarlıq üslubuna baxmayaraq, tikililər ölçülərin dəqiqliyi və kompozisiyanın harmoniyası ilə seçilir. Türbələrin giriş hissəsində Şirvan memarlığına xas portal elementləri diqqət çəkir. Minimal bəzəkdən istifadə olunmasına baxmayaraq, abidələr bütövlükdə monumental və təsirli görünüş yaradır. Yeddi günbəz türbələr kompleksi Şamaxının dağlıq hissəsində yerləşir və 19-cu əsrin əvvəllərinə aid edilir. Kompleks Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin dəfn olunduğu ərazidə tikilib. Vaxtilə burada 7 günbəz olsa da, bugün onlardan 4-ü salamat qalıb. 8 güşəli formada tikilən türbələr Şirvan Abşeron Memarlıq Məktəbinin xüsusiyyətlərini daşıyır. Kompleks həm xanlıqlar dövrünün memarlığını, həm də qədim dəfn ənənələrini əks etdirən mühüm tarixi abidə hesab olunur. Yəni tarixdən bizə məlumdur ki, Şamaxının şəhər kimi Tunc dövründən yaşayış məskəni kimi mövcud olub. Şəhər kimi isə 2500 ildən artıq yaşı var. Yəni 1000 illik tarixi dövlətçilik ənənəsi olan bir şəhərimizdir. Uzun illər Şirvanşahlar dövlətinin paytaxtı olub. Zaman-zaman Şamaxda təbii fəlakətlər şəhər infrastrukturuna ziyan vursa da, İpək yolu üzərində yerləşdiyinə görə şəhər tezliklə bərpa olunub və hər dövrdə orada memarlıq xüsusiyyətləri, yəni hər dövrün öz quruluşuna uyğun şəkildə yenidən bərpa olunub. Çox təəssüflər olsun ki, Şamaxının yerləşdiyi ərazidə daim zəlzələlər olmuş. Yanılmıramsa, tədqiqatçıların verdiyi məlumata görə Şamaxıda 9 möhkəm zəlzələ olmuşdur. Bu zəlzələlər nəticəsində sözsüz ki, Şamaxının qala divarları, şah sarayları və digərləri uçmuşdur. 1859-cu ildə baş verən zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmışdı, batmışdı, məhv olmuşdu. Hətta qubernator çara yazırdı ki, bu şəhəri qubernator mərkəzi yenidən bərpa etmək qeyri-mümkündür. Şamaxı Memarlıq Məktəbinin coğrafiya əhatəsi təkcə yerli memarlıq nümunələrinin yaradılması ilə qalmır. Qədim şəhərin milli ornamentləri Rusiya, Mərkəzi Asiya və yaxın şərqə qədər gedib çıxıb. Kremlin tikilməsində Şamaxlı Usta Kərməli tərəfindən həyata keçirilmişdir. Lakin onun da taleyi başqa memarların taleyi kimi ölümlə nəticələnmişdir. Bu təkcə şərqdə çox, İraqda, Krımda onun tikdiyi tarixi binalar Türkiyədə indi də bu gün də bəziləri qalmaqdadır. Bugün Şamaxı qədimliklə müasirliyin vəhdətində inkişaf edən bir şəhərdir. Tarixi abidələr şəhərin keçmişini daşıyır, yeni infrastruktur isə onun gələcəyini formalaşdırır. Şamaxının qədim abidələri bu şəhərin əsrlərlə formalaşan tarixini bugünə daşıyır. Buradakı türbələr, məscidlər və memarlıq nümunələri Şirvanın zəngin irsini yaşatmağa davam edir. Elə buna görə də Şamaxı Azərbaycanın tarixini və memarlığını başa düşmək üçün ən önəmli məkanlardan biri hesab olunur.